sevgi, qayğı, diqqət, hər bir şey öz yerində olanda yəqin ki, qarşı tərəfə inam bir o qədər yaranır. Bərabərində mən ailələri də alqışlayıram ki, uşaqlarının vaxtını səmərəli təşkil edirlər, onların istedadlarının üzə çıxmasına şərait yaradırlar, ha bilməlimi. Məsələn, sizə gələndə mən düşünürəm ki, o uşaq heç o qədər də telefona baxmağa vaxt da tapmaz. Ən azı yolda gəlməyə getmə, siz konsertlərə çıxır, uşağın özgüvəni nə qədər qalxır. Düşünün, səhnəyə çıxır və hər kəs ona heyranlıq duyur. Bu uşağa özgüvəninə çox böyük təsir eləyir. Yəni həqiqətən bu valideynlərin sayı çox olmalıdır və uşaqların istedadları, bacarıqla. Hər bir uşağın bir bacarığı var. Kimisi çəkə bilir, Hər kimisi kəs istedadlıdır. bəli, bəli. O istedadı kəşf etmək lazımdır. Telefonun düzdür, zərərli tərəfləri də var. Elə tərəfləri var ki, məsəl üçün biz orada uşaqlara mahnı göndəririk ki, bu mahnıları hamı qulaq asmalıdır, bunu öyrənməlidir. Məcbur uşaq o telefondan istifadə olmalıdır. Müəyyən tətbiqlərdən danışır. Müəyyən tətbiqlərdə bəli çox zaman alır və zərər Bəli. verir uşaqlara. Bəli,